Bizə 2 dənə A və B ədədləri verib və bunların cəmi 10-a bərabərdir. Və burada nəzərə almamız lazımdır ki, A və B hər ikisi daxildir, tam ədəddir. O zaman məsələn bizdən soruşsa ki, bu cəmin A ilə B-nin hansı qiymətlərində bu AB hasili ən böyük qiymət alar? O zaman biz bunları bərabər şəkildə götürsək, ən böyük hasili yalnız bu zaman ala bilirik. Yəni 5-5 hər ikisini götürsək, hasili 25 olmuş olur. Digər variantlara məsələn baxmaq istəsək, birini 4, digərini 6 götürsək, yenə cəmi 10-a bərabərdir. Bu zaman 24 alırıq. Və ən kiçiyi isə birini 1, digərini isə 9 götürsək, 9-a bərabər olmuş olur. Yəni ədədləri bir-birinə nə qədər yaxın halda götürsək, o zaman hasilləri böyük, bir-birindən uzaq şəkildə götürsəksə, hasilləri ən kiçik olmuş olur. Onda belə bir misala baxaq. Deməli, bizə veribdir ki, x, y, z, t hamısı daxildə tam ədəddir. Buradakı z-dir. Və x plus y-in 30 olduğunu veribdir bizdən və bizə deyir ki, x, y plus z plus t 240 olarsa, zt hasilinin ən böyük və yaxud da ən kiçik qiymətini tapın. Tutaq ki, biz ən kiçik qiymətini tapmağa çalışırıq. Onda nə edirik? Bilirik ki, x və y-in cəmi əgər 30-a bərabərsə, deməli x və y-in hər birini 15 götürsək, hasili ən böyük alarıq. Və bunların da hasili nə olmuş olur? 225. Onda burada x, y-in yerinə 225 yazıram. Üstə gəlinsin z, üstə gəlinsin t bərabərdir 240 alınır. Buradan da z üstə gəlinsin t bərabərdir. 240-dan 225-ə çıxsam alıram 15. Deməli, z ilə t-nin cəmi 15-ə bərabərdirsə, bunların hasilinin ən kiçik qiymət almasını istəyiriksə, o zaman, məsələn, z-ni 1, t-ni isə 14 götürsək, bunların hasili nə eləmiş olur? 14. Yox, əgər məsələn bizdən böyük qiyməti soruşsaydı və biz bilirik ki, z və t tam ədəddir, ona görə biz z-ni, məsələn, 7 yazaq, z-ni məsələn 7 götürsəm, t-ni isə 8 götürsəm, hasili ən böyük qiymət 56 almış olur.